Salam, kimdə Instagram varsa bir video çəkəcəm. Baxıb öyrənin. Deməli, Instagramda bilirsiniz ki, burada baş yerdə bura hekayə bölümüdür və biz həmişə buraları boş qoymamalıyıq. Burada nəsə paylaşmalıyıq həmişə. Və bunun üçün mən sizə bir şey başa salım, bir şey öyrədim. Baxın, plus işarəsi var. Hekayə bölümünüzdə plus, yəni üstə gəlmə işarəsini vurursunuz. Belə bir səhifə açılır sizdə. Daxil olursunuz bu səhifələrə, yəni qaleriyanızda bu sizin telefonunuzda olan şəkillər olan yerdir. Buradan istədiyiniz məhsulu seçib belə böyüdərək, kiçildərək belə paylaşa bilirsiniz story bölümünüzdə. Və bir də bir şey göstərim ki, baxın buradan belə telefonu belə yuxarı çəkəndə belə bir yer açılır. Baxın bunlar gəlir. Burada bağlantı sözü var. Bağlantı baxın bu. Həmən bu bağlantıda istədiyiniz linki paylaşa bilirsiniz. İndi mən buradan belə çıxıram orta ilə, gəlirəm WhatsApp-a. WhatsApp-dakı mənim deməli qrupumun linkləri var və buradan bu linki götürürəm. Baxın, mütləq şəkildə. Keçidi kopyala. Kopyaladım və gəlirəm həmən o Instagramdakı bu yerə. Bura daxil oluram. Bitdi. Baxın, WhatsApp linkim burada kopyalandı. Və belə deyim, bir işarə də göstərmək lazımdır ki, yəni linkə toxunmaq üçün belə bir işarə qoyuram. Söz də yaza bilirəm. Məhsulları keyfiyyətli qiymətə, bir dəqiqə məhsulları sərfəli qiymətə əldə etmək üçün yaza bilərsiniz. Belə paylaşımlar etmək mümkündür. İstədiyiniz paylaşımı edə bilərsiniz qızlar. Baxın, mən artıq paylaşdım. Baxın, belə görünür. Və burada bu linkin üstünə toxunan kimi belə Instagram bizi yönləndirir birbaşa bizim qrupumuza. Baxın bura.